Bəli, dərman izlənibdir, dərd arasında. Bax, bu dərman dərd arasında gizlənib, mən Xətainin sinəsindən çıxıb, sizin nəzərinizi aparacağım düz 1985-ci ilə. Aprel ayı idi, ortaları. Səhv etmirəmsə, 15-i idi. Dəqiq, bilmirəm, 15-i idi. Səhv etmirəmsə, biz qardaşımgilə ad gününə yığışmışdıq. Qardaşımın bir tek gözünün ağa-qarası çox geç sahib olduğu yaşca. Qızının ad günüydü və biz bütün ailə üzvləri orada yığışıb əylənmək istədik. Yəni bu ad gününü keçirmək istədik. 15 Aprel düzdür. 15 Aprel idi. Və biz hər birimiz yığışdıq ad günü qeyd etməyə. Mən demişdim axı mənim qardaşım anaya zülümkar idi. Amma onun çox gözəl qəlbi var idi. Amma Allah zülümkar yaradı. Bəyən budur. Əhməd Qədir Qəşəmoğlu görürsüz. Ali savadlı insandır, amma təkəbbürlüdür, heç kimi saymır. Eləcə deyir, mən yazım, sən oxu, oxuduqlarında içində bir şey yoxdur. Yazdıqlarında içində bir şey yoxdur. Boş-boş çiğnənmiş sözlər. Kimə gərəkdir artıq? Bax, bu qədər illərdir ki, biz çiğnənmiş sözləri dinləyirik, amma nicat yolunu görə bilmirik. Bu nəyə gərəkdir? Hikmətə bax. Gör nə demiş atalar. Qısa sözdə olar dərin mənalar. Boş, mənasız sözlər kimə gərəkdir? Kim bu sözləri? Ay Əhməd dinləyəcəkdir. Sən özün kimsəni dinləmirsənsə, sən bu gözəl toxumu əkə bilmirsənsə, dinləmək nəzakətinə sahib deyilsənsə, nədən xalq sənin boş cəfəngiyat sözlərini dinləməlidir? Axı sən bu gözəlliyi əkməmisən ki, o gözəllikdən gözəllik tərəsən. Mən səni qınamıram. Amma bu səhvi də mən anlatmalıyam. Çünki mən bunu anlatmasam, qulaq vurması yiyərəm fələkdən. Elə içimdəncə ruh məni elə bir ağrıya, dözümsüz hala gətirər ki, böyrü üstə yataqda qalaram. Nə dərdim ki, mən yataqda qalım? Sözdür, deyirəm. İstəyirsən Allah, istəyirsən anlama. Mənlik burada bir şey yoxdur. Qaydaq bu məclisə. Bəli, qardaşım içmişdi də, çəkmişdi də. Çünki onun maşınından elə bir zibil ələ keçmişdi də. İndi bunun nə günahı var? Günah o zibili satandadır. O satanın başında durandadır. Bundan da böyük günahkar bu insanları zəhərləyib zülmə salandadır. Mənim qardaşımda nə günah vardır? Onu satmasın, bu da almasın. O sələmçilər ki üstümə hücum çəkirdilər ki, nədən verdin sən bunu?
Anam bacım, mənim öyümüzdə pişməmişdi, qonşudan gəlməmişdi. Sən bu sələmi verirdin ki, fələk məni də gəncələ keçirdi. Sən verirdin axı bunu, mən vermirdim. Mən bir kərə girdim, bir kərədə də elə batdağa girdim, haramın adı girdi evimə, halalımı süpürdü apardı. Mən ondan bir tikə də dadmadım. Onu sən daddın, sən yedin. Əvvəl get öz gözündəki tiri axtar, sonra məndə tük axtar. O qədər. Bəli, mənim qardaşımın heç bir günahı yox idi. Çünki o insanı zəhərləyən nəşədimi, nədimi bilmirəm. Bax, onu satandadır günah. Onun satanın başında durandadır günah. Mən sizə dedim ki, bir dəfə mən bunun canlı şahidiyəm. Hələ nəşə çəkmək hara? İğnə vururdu uşaqlara, erməni, Amalia. Polis gəldi, yığdı bunların, apardı hamısını. Ora, ocaqlarına. Oradan da yarım saatdən sonra pulunu aldı, bıraxdı. Dedi, gedin. Bu işi əldən verməyin. Kimdir burada günahkar? Mənim qardaşım kimiləri mi? Yoxsa bunları zəhərləyənləri mi? Yoxsa o zəhərləyənlərin arxasında narahat olma, git işində ol deyənlər mi? Təbii ki, mənim qardaşımın heç bir günahı yoxdur. Günah balıq başdan iylənər. Başda oturanların hökmündədir. Onun da hökmü fələyin əmrindədir. O qədər. Ona görə də deyir ki, yer üzərində səhvsiz qul yoxdur. Bəli, mənim qardaşım kobud surətdə, bilmirəm, nəsə rus dilində belə ortaya söydü. Bunun da bir ucu hər kəsə anaya çatdı. Mənim də beynim elə o andaca çöndü, qardaşa baxırdı. Amma mən nə bilirəm ki, müqəddəs qanunda deyilir ki, sən qardaşı dönə-dönə əfv etməlisən. Bəyəm bu təlim bizə məktəblərdə keçildi. Keçilmədi. Bunun səhvi kimdədir? O deyil, Təhsil Nazirliyində. Onun eşki-meşki yalnız haqq toplayıb, haqq yığmaqda və öz dünyasını gen yaratmaqdadır. İndi biz bəndələr, bu savadsız insanlar nədən təlim alıb, hansı doğru yolla gedə bilərik? Bilmərik axı. Çünki Təhsil Naziri yalnız rüşvət yoğurur məktəblərdə. Uşaqlar da bilir ki, pul verib burada işini aşıracaqdır. Sabah da gedib hansısa bir müəssisədə bir müdür olacaqdır. Elə oradaca yalnız pul qazanmaq eşqində olacaqdır. Bu xalqın dərdinə kim qalacaqdır? Heç kim. Yalnız fəryada ana yetişə bilər. Çünki kişi də müdam öz dünyasındadır. 1% ata olar ki, onu 1%'in içində az adam olmur təbii ki. 1% insan, kişi deyilən adam ailənin dərdini, sərini, yükünü çəkəndir. Yerdə qalanı səhlənkar və laqeyd bir millətdir. Bu yazı belə yazılmışdır. Buna pozu yoxdur. Odur ki, mən onların heç birini qınamıram. Elə öz sözümü ardınca sizə apararam, öz fikrimin, yəni yaşadığım olayın. Təbii ki, qardaş mənim sözümdən incidi. Çünki mən bilmirdim ki, görən qardaşını sevməyən, görmədiyi Allahı sevə bilməz təlimindən mənim şuurum xəbərsiz idi. Qardaş getdi, hər kəs dedi. Aydın məclisi tərk etdi.
dilim lovğalandı, başıma belə bir bəla açdı. Cəhənnəmə getsin. Yeter. Anaya karşı çıkmak insana belə töhmət gətirər. Layiqli cəza yersiz mükafatdan yaxşıdır, dedim və üzümü çevirdim. Xülasə ki, təbii ki, bu stol bizə zəhərə döndü. Hərə bir tərəfdə bir tikə nələrsə atışdırıb, nədənsə söhbət etdi və hər kəs evinə döndü. Heç aradan yarım saat geçməmişdi uşaqlarda, çox körpə idi. 85-ci il. O zaman hər kəsdə telefon yox idi, amma biz onu güzaran yaxşı idi. 4000 manat xərc çəkdik. Kimlərəsə minnətçi düşdük, kimlərsə Bakıdan gəldi. Xülasə ki, hədiyəli, zadlı bu telefon bizdə bərpa oldu. Təbii ki, rüşvət. Xülasə ki, evə zəng gəldi ki, qardaş havaya düşübdü. Maşın qəzasına gəlibdi. Mən o zaman bədduasının mənasını hardan anlayaydım? Məgər bu təlim mənə məktəbdə keçilmişdi? Və mən körpələrimi yataktaca koyup komşuda ricada bulunup ki onlara gözətçi olsun, arkamca gelen başına binip xəstəxanaya geldim. Orada həmin o xalam oğlu ki sizə göstermiştim qəbristanlıqda. Onu elə 2 günün içində itirdik. Qardaşımdı. Düz 20 il. Cəhənnəm əzabını gözləri baxa-baxa elə bu dünyada çəkdi və ömrünü bizlərə tapşırdı. Dünən qonşum Bakıdan yaz yerindən gəlirdi. Dedi, Bakıda nə gözəldi. Elimizi nə ağa vurdu, nə qaraya vurdu. Xanım kimi getdik, düşdük, gözəl, təmiz, yedik, içdik. Evə döndük. Orada hər şey yaxşıdır. Dedim, orada yaxşı olan haram pullardı. Və sual etdim ki, sənin baldızın nə müddətdir ki, arxası üstə bu zülmə düçar olubdu. Parmaq saydı 5 ildi. Dedim, artıq o cəhənnəm əzabını elə burada yaşadı. Dedi, molla da elə dedi. Və dedi ki, artıq bu cənnətə vak gedəcəkdi. Dedim, o nağıldı. Nə vardı? Bu dünyadadır. Canlı, cansız yaranan hər şey bu dünyadadır. Cənnət, cəhənnəm payı da bu dünyadadır. Cənnət payını da yaşadı, cəhənnəm payını da yaşadı. Nə günahı vardı, onu sən bilirsən. Mənə heç anlatmaq da lazım deyil. Çünki onun ara sıra hərisliyindən xəbərim vardı. Belə. Bax, indi bu işlərin arasında
Hala oğlu dünyasını değişti. İndi kardeş tutulmak korkusundaydı. Elə özümüzün simsar yakın adamlarımızdan biri poliste işləyirdi, müstəntiq idi. Küllü miktarda bize pul okudu. O zaman Arif Quliyev Gəncədə gastrol'daydı. Tabii ki anamın büyük kızının ricası ile onlar gittiler, nelerse söhbət ettiler, bu pulu biraz aşağı indirdiler. Sen derde bak. Sen bir derde bak ki, sen əzizini itirmişsən, birini de 20 ildir böyrü üstə süründürmüşsən. Ya Rabbim, hele bundan da sonra polisleri yoğunladıp yetiştirirsən. Bəli, o pullar verildi, mənim dönərgəm də elə o gündən bugüne kadar altı üstüne döndü. Elə ondan elde ovuçta ne var idisə yığıldı, polislerin karnına döküldü. Bədəlov idi Fikrət. Tanınmış bir adamdı. Hele bu Selam'ın içinde onların da pulu vardı. Əhmədin de, Əhməd İsa Əhmədov'un da. İsa Əhmədov'du bu. Yok, Əhməd İsayev'in de arvadının pulu vardı. O Komünist gazetinin muhbiri. Bilirsiniz mi Bədəlov'un arvadı mənə ne ultimatum yollamıştı? Şampan butulkasını dalına çaldıraram. Sen bir arınlığa bak. Sen bir derde bak. Hem pulunu yesinler, hem canını yesinler. Sonra da sana butulka çaldırsınlar. Bəli, bu poliste çaldırırlar ağa. Bu poliste çaldırırlar. Bir dəfə də bizim kızlar buradan uşaqlar işte gezirdi. Arası belə gedirdi, bilmirəm. Onu bilirəm ki, buralara yeni gelmiş adamdı, olsun ki tanımadı. Çünkü bizde bizim bu tanıyanlar bu teritoriyada kimse bize sataşmazdı. Çünkü benim aklımın adı burada vardı. Xülasə ki, bu uşaq nə deyər, nə deməz, bunu kənardan bizim həyətin uşaqları görər, bunun qabağını kəsər, bunlar dalaşar, vuruşar, polis bunları aparar. Və bunlara sizə butulka çalaram, butulkanın üstündə otuzduraram kəlməsi anladılar. Düşürsünüz mü? O gün de mən ayağa qalxdım, polisə yollandım, orada nəsə izahatlar yazdım. Və orada da polislərin hərisliyini, o xitri gözlərinin nəzərlərini oxudum və geriyə döndüm. Bakın, derman gizlenip dert arasında. Derman nurdu. Allah'dı. Ruhdu, candı. İnsanın kalbinde, insanın cisminde mebud. Halik özüdür cümle məxluq içire hakiki mebud. Derman oturup insanın dahilinde zahirini batil edip zahirinde tamah yaratıp zahirinde haksızlıklar yaratıp derde salıp
insanları ki, bu mənim sınaq yolumdur. Baş əyməli. Hər kəs buna ki, bax bugün imtihanda görək, kim dərsindən işində möhkəm olacaq. Uduzan uduzacaq, udan udacaq. Görək, bu bərk gedənləri o nərddə fələk necə lütləyib çılpaq yola salacaq. Burada mən kim, sən kim? Hər şey fələyin əmrindədir. Dərman da, dərd də onun hökmündədir. Odur ki, dərman gizlənibdir dərd arasına. Baxın, bizim dərdimizə baxın və dərmanımıza baxın. Dərman da içimizdədir, dərd də içimizdədir. Odur ki, Xaqani demişdir, mərd odur ki, dərd əlindən eyləməsin ahuzar. Dərd odur ki, mərd qəlbində tuta bilməsin qərar. Amma varmı bu dünyada belə bir mərd ki, dərdini qovsun və təmiz, pak imanla Rəbbinə qovursun? Yox. Onun üçün də bu sözlərə diqqətlə qulaq verin ki, siz də imanda paklaşa biləsiniz. Əks halda haraya gedirsiniz gedin, haranı gəzirsiniz gəlsin, nə qədər bu fikirləri rədd edirsiniz edin. Sonda siz bu fikirlərə mütləq dönəcəksiniz. Mütləq. Çünki bu Rəbbin səsidir. Çünki bu fikirlər onun həvəsidir. Çünki bu söylənilənlər onun hikmətidir və sizi doğru yola dəvət edir. Bu qədər dərd haqqında hələ ki, bəlkə yenə nəsə həvəsə gəldim, nələrsə söylədim, amma şeiri davam edim. Mərhəm sarılarmı eşq yarasına? Bəli, eşq yarasına mərhəm sarılmır. O, insanı külə də döndərə bilir. Amma burada da bir hikmət var ki, dirilik suyudur sevgi zülmətdə, böyük müəmma var məhəbbətdə. Hələ vurulmaq, sevmək demək deyildir. Və məhəbbət odur ki, o bağışlaya bilir. Məhəbbət odur ki, hər çətinliyə baş əyə bilir. Məhəbbət odur ki, cavabsız belə olsa dözə bilir və buna zülmət deyilir. Biz bu mövzuya təbii ki deyəcəyik. İndi görək Xatayidən daha nə dinləyəcəyik. Haqqın xəzinəsindən gələn bu gövhəri seçmək gərəkdir. Xəzinəmdən bu gizli sözləri. İndi biz bunları dənləməliyikmi bir-bir? Yazmışam bu naməni dilbərə göndərim gərək. Bu meydanda o mərdanəyə mən də xoş gəlim gərək. Dilbər kimdir? Ərəbdir. Pəri kimdir? Ərəbdir. Sənəm kimdir? Ərəbdir. O əvvəl əcinə pəri idi. İndi dilbərə döndü. Sənəmə döndü. İnsan simasında, insan cismində budur. Dilə gəlib, öz sözlərini belə söyləyib.
Yazılıbdır üzünə dağınıq. Quranın ayəsi tək. Hər hərfi bir nöqtə yaza bilməz onun camalı tək. Ey müsəlmanlar, Allaha iman gətirənlər, ahu gözlü şiri şikar etmək nədir? Onundur əbədi həyat, əbədi ad, o çox möhtərəmdir. O vilayət bağının şirin bir meyvəsidir. Təkrar təlim almış yeni bir Məryəmidir. O İsa nəfəslidir. Yeni bir ustaddır. O sonuncu peyğəmbərdir. Zatı isə haqdır. O İsa nəfəsli ilə mən həmdəm idim əzəldən. Ahu gözlüm ovlamışdır aslanları mənim sehrimdən. Aslanlar təbii ki müdriklərdir. Sehir də elə hər birinin sinəsində söylənilənlərdir. Əzəldən həmdəm olması isə bəli, tək Allahın adında cəm olub bu hikmətin sehri nə erkəkdir, nə dişi təkrar devridirirsə. Yəni bu ruhən insanda biri-birində dəyişirilərək bu həyat davam edir. Lütfündən başqa dünyada yoxdur pənahımız. Yəni o dünya yoxdur, boş söhbətdir. Boş söhbətdir, nə var buradadır? Ya Rəbb, söylə, necə baş verdi qapında günahımız? Bunun adı sınaqdır. Bunun adı görən göz yoxdur demək müxtəsər, görməkdənsə mərhumdur min göz varsa da əgər. Yəni, baxacaqsınız müdam, görməyəcəksiniz, eşidəcəksiniz, amma dərk etməyəcəksiniz. Bax, mənəm deyilirsə, mən ağıllıyam deyilirsə, bax, elə buradan qaynayır bizim günahımız. Gəl cöhrəsi ay üzlüdən sən uzaq etmə məni. Gəl özün ol qarşımda hüsnü gözəl bir pəri. Allaha müraciət edir, gəl özün də pəri ol. Məni də ay üzündən uzaq, cöhrəndən uzaq etmə. Tez gəl ki, artıq ixtiyarım gedibdir əldən. Gəl ki, dərdi bidəva dərmana gəlsin yenidən. Dərdi bidəva. Yəni dərdlə bu dərman bidəva dərmana gəlsin yenidən. Yəni dərd sər, yəni ki bu günahımız dərmana yetsin, dərmana çatsın. Yəni sənin özündə, yəni qəlblərdə özün müalicə elə bunu. Dərmana çatdır, özünə çatdır xalqı. Bax, o belə açıqlayaq. Dərman özüdürmü Allahın? Bəli. O da sənin qəlbindədirmi artıq anlayırsan insan? Bəli. Yəni bu dərdlərimizi dərmana çatdır. Özün öz qəlbimizdə. Gəlsin yenidən, dərmana gəlsin yenidən. Bax, belə bir fikir ortaya çıxır. Gəl çıx Babil quyusundan sən bir Yusif kimi ki, Məsihin nəfəsindən həyat cana gəlsin yenidən. Məsih, biz dedik, yolçu deməkdir, yəni o dünyanı gəzə bu təbliği etmişdir. Bugün məni görürsünüz, bir qırıq gəzdirdi və 30 durdu ki, sən xanımsan, otu yerində. Yəni belə söylə mənim fikrimi, xalqa belə çatdır.
Amma Məsihə yazıq belə olmayıb, axı o, o nədir onun, gene adı yadımı dilimə gəlmir ki, deyim ki, o nəyisə götür, çiyninə götür gedək. Çarmıxı. Çarmıxını götür arxamca gəl, mən də bax o sumkadakı kitabları ilə çarmıx kimi çiynimə atıb, qapı-qapı 2001-2002-ci illərdə belə qapı-qapı gəzib dolanırdım. İsa'nın hikmətini anlatmağa qalxmışdım. Amma kimsə, Allah Teala bunu hələ dərk etməyə, o Quranda buyurulduğu kimi, o sadəcə hələ xəbərdarlıq edirdi. Bax belə. Elə gəl ki, gəl çıx Babil quyusundan sən bir Yusif kimi, yəni Yusif də özüdür, Məsih də özüdür, hər kəsi idarə edən ruh Allah özüdür. Məsihin nəfəsindən həyat cana gəlsin yenidən. O Məsihdə axı belə sınaqlar var idi. Palçıqdan quş qayırır, ona can verir, uçurdur. Bu o demək deyil, deməkdir ki, yəni o can, onun kitabı, onun yazdığı, onun bizə vəsiyyəti xoş xəbərə, cana, insanları canlandırmağa, yaşama, gözəl yaşama, əminamanlığa sövq edəcəkdir. Yəni ona gedir, bax, cana gəlsin. Bax, belə anlayaq bunu. Yəni həyat da insanlar, təbii ki 90% insanlar, bəlkə də 99% abrına bükülürlər, çox əzab içində yaşayırlar. Bax belə, bax buna gəlir ki, insanlar cana gəlsin, yaşasın, insan kimi yaşasın. Harada qaldı? Cana gəlsin yenidən. Ey zamanın Süleymanı, gəl sor mənim halımı. Nəzər salsan çeşməmə, görərsən pərişan halımı. Fələyin əmri ilə uzaq düşmüşəm çeşməmdən, gəl vəsl ilə bu dərdə, sən dərman qıl yenidən. Şiir içrə nisbət olmaz, ey dilbər, əgər sən arif olsan, həll edərsən hər müşkülü, sən çeşməmdə çox asan. Gəl ey günəş üzlü, incə qəlbli insan, gəl artıq